əzizlərim, teatra gedirəm. Mənim kuskama baxın. Mən buna alanda demişlər ki, zəhri tökülməyəcəklər qaşları. Hara sürsünü, bindi olacaq bir tərəfi sözə, bir tərəfi yox. Hələlik giyinirəm. Sonra bunu giyinsəm, elə belə marketə filan həyat bacıya giyinərəm. Allahın izni ilə, Allahın köməyi ilə istəyirəm ki, Afrodita Xaz Qalerisindən bir belə alım. Havik mexnəm. Endirimdə olur, 380-450 arası olur. Bir dənə də elə şuba istəyirəm. Mənim uzun şuba paltom var, onun malından boyunda başqa. Hardasa bir 800-900 minə başa gəlir. Deyəsən 6 aylıq kreditə götürmək olur. Və Allahın köməyi ilə onları alacağım inşallah. Tək sağlıq, salamatçılıq olsun, bərəkət ruzu da bol olsun. Kreditlərdə evimizi yıxacaq. Ayda Səlim də ürəyim qaldı, Səlim də yazıq uşaq. Bu gün aparmamışam, evdə işlərim var idi. Çatdıra bilmirəm də aparanda. Düşüb dalınca axırda deyir, Ləlimə, yəni Rəhimə, Çəlim, yəni Rəhimə ilə gedir. Dedim, yox, valla sən bugün getmirsən, nənəyə baxmaq lazımdır. Nənə qocadı tək qalır. Köyə də düşmüşdü dalımca, ürəyim ağrıdı. Axırda dedim, bala, Allah heç kəsə möhtac eləməsin. Nə ananı balaya, nə balanı anaya. Valla, yox yerdən ona şəfa versin. Bax, gətirirlər əngəllərə pulsuzluq yanındakında. Yanında müşahidə edən şəxslə də. Onu da gedirsiniz şey, dostdan deyəsən alırsınız. Valla pulu ilə də alaram. Gətirirlər əngəllər, sakitcə otururlar da, başa çüllə düşmürlər, bilmirəm. Səlim birinci səs alacaq, ikinci də 15 dəqiqədən sonra deyəcək durduq getdik. Ona görə qalmışam. İndi gedirəm 5 manatlıq gəlin tamaşasına. Musiqili teatrın dəvəti ilə. Keçən dəfə mənə izləyicim sağ olsun düzəltmişdik. Yenə də bax, 1000 dəfə gedirəm. Muskamediyanın adı dəyişəndən sonra adı yadımda qalmırdı. Azərbaycan Akademik Musiqili Teatrı gedir. Və düz dedim deyəsən. Sağ olsun düzəltmişdi, yenə qalmadı. Hə, dünən də Amerikan kürəkənə getmişdim. Kimdən danışmadım axı. Amerikalı kürəkən çox gözəl idi. Mən onu sözün əsl mənasında keçən əsrdə baxmışdım, yolu keçək. Amerikalı kürəkənin əsəri çox gözəl idi. İlk olaraq təşəkkür edirəm teatra məni dəvət etdikləri üçün o cür gözəl tamaşaya. İlham Namik Kəmal iştirak edirdi, rəhbər iştirak edirdi, Gültac Əlili iştirak edirdi. Çox gözəl idi, maraqlı idi. Yəni onu keçən əsrdə baxmışdım. Deməli, sadəcə müasirləşdiriblər. Sadəcə bir ana bala olur. Və o qızın anası bir qədər meşan xarakterli olur və qızını meşan xarakterli demək istəyir ki, qızı da belə rifahı yaxşı olsun. Dövlətli bir oğlana gəlilər etmək istəyir. Amma qızı kəsim İngilis dili müəllimi olan Kəmranı sevir və Kəmrandan ailə qurmaq istəyir. Bunlar bir oyun qururlar ki, Amerikan kürəkəndir, arvad razılaşır. Hə, qadının özünə də elçi düşəni var. Dul bir kişidir, cavanlıqdan onu sevirmiş. Hə, hələ bu anda gəlir deyir ki, mən sənə tanıdım, sən Kamransın. Neysə, aləm qarışır bir-birinə, axırı gözəl bitir. Kamranı da öz katibəsi sevir. O da nə hiylə qurursa, Kamran deyirəm, Cəlil də öz katibəsi sevir. O da nə hiylə qurursa, hamısı axırda xoşbəxt olur. Cəlil katibəsi ilə evlənir. Reyhan Kamrana ərə gedir. Anası da həmin o dul kişiyə, Allah hər kəsi xoşbəxt eləsin. Teatr çox gözəl idi, adamın ruhu dincəlirdi, üzü gülürdü. Sağ olsunlar. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Məni dəvət etdikləri üçün də bir ayrı təşəkkür edirəm. Sağ olsunlar. Bu gün də 5 manatlıq gəlinə gedirəm. Görək necə olacaq.
Beyazdan istəyirəm başıma kraska qoyum. 6 Resnoy Arix və 7 Cappuccino, yəni ki, meşə fındığı və Cappuccino rəngi. Bu Garnier'ın Color Natural'sıdır. Bu mənim saçım daha açıq olduğu üçün bu və bunun rəngi qarışılacaq. Görək, orta bir şey alınacaq. Əslində çox da belə fərqli deyirlər. Oxşar, qumral bir şeylər, qumral natural bir şeylər alınacaq. Mən sizə saçımın rəngini göstərim. Dünən Garnier 6 ilə 7-ni birləşdirib qoymuşdum. Üstün işığında, yəni qumraldır. İndi natural insanların öz ana saçına rənginə uyğun rəng tonları dəbdədir. Mən də hələ ki sarıdan bir qədər besmişəm, amma mənə nə var, dönə bilərəm. Ona görə öz ana tonuma yaxın olan qumral tonlardan son zamanlar istifadə edirəm. Və gedirəm Kirxaya. Bu günləri Filarmoniyanın rəqs ansamblının 90 illikdir, yanılmıramsa ona həsr oldum. Konsert yeganə olaraq mən bilmirəm. Hara gedirəm, niyə gedirəm, nə üçün gedirəm. Konsertəli dolu gedən mən. Konsertəli dolu gedən mən. Çünki burada Malina mağazini var. Mən də buranın ayağım sınandan sonra vəhşi nadirən gəlirəm. Buradakı Rusiya konfetlərini sevirmiş bir çox konfetlər məni yaratmır. Siyamızda da yaxşı konfetlər var, amma buradakı konfetlərə çatmaz konfet. Nə az, nə çox 52 manatlıq konfet almışım. Mamaya halva glazurla almışam, qalan dözünüzü sərinlə. Çünki mamanın dişi yoxdur, yəqin ki halva glazurla şokoladlı halvaya dişi baxda. Deyirəm, getmiş güzel deyir, qoyacağım, neyinirəm. Kendi bilir. Geldik Kirxaya çıxdıq. Yəqin ki orada olacaq o konsert. İndi soruşum. Nələr aldım? Deməli, birini verdim mamaya, artıq mama hara qoyub bilmirəm. Günə baxan halvası, üzəri şokoladlı glazurla olan. Sonra belə şokolad içində görmüşdük bunları, mən sevirəm. Kurağı ilə, qaysı qırısı ilə, bu vişnyalıdır. Bu mənim sevimli ozeralarımdır. Bu da mənim grilyajımdır. Grilyajım biləm kilosu 27 manat idi. Toplam mamaya verdiyim o konfetlə birgə toplam 52 manat ödəmişim. Bizdə Dablən var, düz binamızın altında. Çin dönərləri var, sushi da var. Sushi yeməmişəm, sushi mən şeyim. Neytralam, amma çox qəşəng dönərləri, kebabları, nə bilim, başqa yeməkləri var, çox dadlıdırlar. Dönər alım dedi, yox. 2 dənə dönər aldım, biri mənim, biri Səlimin. Mama biləm lahmacun sevir, biz də özümüzdə evdə pişirik. 2 dənə də lahmacun aldım, biri mama, biləm mama da Səlim gələcək mamaya dəstək. Artaş, orta baş. Ona görə 2 dənə aldım ki, mama yazıq rahat yesin. Xəstəyəm, yemək işini istəmirəm, ona görə sosiska, pomidor və çörək. Çörəyi də tosterda qızartdım. Hello əzizlərim, deyirəm ki, Katkinin yaxşı ki pomadalarını almışam. Göstərmişdim də sizə bir balsam ki pomada. Bir yana yaxşıdır, bir yana da siz nə təəssüf edirəm. Bir dənə də rəng vardı. CO 157. Onu alacaqdım. Baxıb görürəm Temuda Katkinlər yoxa çıxıb. Mən sizə dedim də, burada məsəl üçün Katkini bilmirəm Azərbaycan hardan gətirir. Katkin Azərbaycan səhifəsində bildiyim qədər 30 manatdır. Amma Temuda 15 manat idi. Endirimə düşəndə belə 15-17 manat idi. Endirimə düşəndə 6, 7, 8 manat maksimum olurdu. Yaxşı ki 3 dənəsini almışam, 2 manat bir belə, amma axtardım bir rəngində sifariş vereyim. Hansı ki Charlotte Tilbury'nin Top Pilot neydi onun adı yadından çıxdı. Ona oxşar bir rəngidir, tip olanı CO 157. Yoxdur, Temuda Katkinin ümumiyyətlə bütün kosmetikası yoxa çıxıb. Adıları istəyir, nə bilim pudralar. Pudra falan almayacaqdım, amma hamısı yoxa çıxıb. Hamısı. Sonra mən sizə aparatı göstərəcəm. Super bir mikrotok aparatı almışam. Ucuzlusunu almışam. Sonra onun bahalısını da alacağım inşallah. Amma ucuzlu deyib keçməyim. Bir dəfə almışdım, mən onu qaytarmışdım. Çünki tok keçirtmirdim. Bu dəfəki superdir. Bir gün video çəkəcəm. Düzdür, sizdən küsürəm. Gecə şeylərə baxırsınız, mən çəkdiyim elə də baxmırsınız. Amma neysə. Gecə şeylər deyəndə ki, gec-gec adamdan gec-gec paylaşımlar.
Gir. Amma göstərəcəm sizə inşallah necə işlədilər. Superdir, super. Günləri istifadə edəndə çox da bir qəşəng lifting effekti olur. Belə əzizlərim. Bir yana yaxşı gəlmişəm, bir yana heyf. İstədiyim bir nömrəni tapmadım. Gələcək. Xəstələrimiz Səlim və mən. Bu arada hello. Gedirik yeni Səlim Uşqayla buraları gəzməyə. Hara gedirik? Valla mənim ev kostyumumdur. Kıçı da qısat. Gedək gəzək gələk. Axşam filharmoniya geçəcəm. İnşallah yer olar oturmaq. Keçən dəfəki Səxavət Nəmrun yadından çıxdı kişinin familiyası. Onun gününə dönməz. Yasamalda Aqramol açıblar. Bu arada yox, salamlaşmış oluruz. Neyse bir daha aleykum hello. İstəyirik Səlimlə gedək. Hardasa ətçilər deyilən tərəfdədir. Aqramola kilo ilə Özbək pambıq satırları. Gedək alaq. Ən azından baxaq. Dayam. Amma bundan xoşum gəldi. Kilo ilə də Aqramolda. 32 də olsa mənə balacadır bu. Bu da balacadır. Bu böyükdür. 38-dir. Çox böyükdür mənə. Bu böyükdür. Amma dar şalvarım var. Deməli 1.18 manat neçə dənə oldu. Biri düşdü, biri qısa qollar 6-7 manata hesablayanda. 4 dənə də 32-60-8 manat neçə qəpiyə. Mənim dərdim nədir? Səlimin belə gəzməyinə baxmayın. Evdə cırır. O Balenciaga'nın cırıq 950 dollarlıq jaketi var idi. Mən onu 500 dollardan satıram. Yəni evdə o balkona çıxsa biri görsə elə bilər ki, mən ona heç nə almıram. Nasıl belə kulak heç sizə göstərmədiyim hallar olub almışam. İşini çəkir, cırır. Balenciaga'nı verəcəm məhkəməyə. İdeyanı oğlumdan götürüb. Sonra da geçəcəm Balenciaga ilə müqavilə bağlayacaq Səlimlə. Səlim cıracaq, biz satacaq. Beləcə də olacaq milyoner. Belə 4 dənə bundan aldım. Kilosu 32.55'dir. 930 qram gəldi. 4 dənədir. Bir də belə qısa qol aldım. Vallahi yazıblar ki Aqramol bütöv katondur, pambıqdır. Vallahi bayaqki köynəklər katon deyil. Buranı Səlim piskinə qoyub baş qoşmuruq. Bu da kilosu 30 manat, 18-30, 610 qram. Aşkımla mən İtalyan olacaqdıq. Pizzadır, makarondur, mama küsürü bizdən. Yox, aşkım həm də Qafqazlı kişisi kimi ətli sevir. Bu mən özüm üçün bir şey istimalıdır. Aşkım birazdan bu köynəyini çevirəcək, eləyəcək Balenciaga'nın jaketi. Balenciaga o cırıq-cındıq jaketi 950 dolara satırdı. Biz 500. Uşbalama hər şey yaraşır. Özümü oxşayıb. Oldu yaraşır şalda. Ətlərini yiyib, tovuqlarını yiyib, indi keçib. Sizlərim, gəldim bir marketdən Miray Beauty'dən 2 dənə ətir sifariş verdim. Sifarişim var idi, aldım, gətirdim. Ərəb ətirləridir. Biri Milston'un Mirasıdır. Marfa nədir? O ətirin cüpudur, amma təmiz ərəb ətirdir. Milston formunda. Bir də Latafanın Gimmahıdır. Tərifli ətirləri idi. Amma bunları mən ayrıca unpacking videosu çəkəcəm ayrı bir videoda. Deyirəm, qismət olmayanda olmur. Temudan qəşəng cərəyan masajoru almışdım. Mikro cərəyan masajoru. Biri işıqları yanında təsir olmadı, qaytardım. İkincisi elə qəşəng idi. Elə ayrıca video çəkəcəkdim. Səlim əl uzadırdı. Səlimdən qoruyurdum. Düşdü yerə. Top keçirtmədim. Qaytardım Temuya. Keçəncə yaxşı ki, bağlaması falan var idi. İndi bəlkə 65 manatlığın əlimə pul gələndə eləyərəm sifariş. Bəlkə eynisindən sifariş verərəm deyə bilmərəm. Amma qismət olmayanda qismət. Bəlkə atalar 3-dən deyibdir. Medikurdur nədir ondan o tipdə. İndi də gəzirik inşaatçılarda. Səlimə söz vermişəm, yeməyə aparacağım. Gəldik Adana'ya. Biz bu Adana'nı sevirik. Dadlı olur. Adana'da çörək yeyək. Dürüm xoşlayıram, mən. Dürüm deyil. Çalışıram adamlar bizi görünməsin. Hər yanda dadandır. Zamanki kimi bir dənə Adana, bir dənə də Urfa dürüm sifariş verdim. Sadəcə ondan hansı acılı da, hansı acısız ömrüm boyu səbsə alam. Ona görə dedim acılı olanı mənə verərsiniz, acısız olanı Səlimə.
Əlimdə səbirsizdir, mən gözləyir. Acısızdır, yiyir, nuş olsun Səlimim. Buna baxın, adam elə yiyər, bax, açacaq yiyəcək. Mənki də acılıdır. Dadlı da onsuz da. Her zamanki kimi dadlıdır. Sevirik biz buranı. Biz ortada pandemi oldu, ne oldu, gəlib tutmadı ama buranı sevirik. Şimdi qalıb. Bayaqları getdim mən, apartativli bir устройство var idi. Onu qaytardım, amma üzümə elə qəşəng eləyirdi, yaşıl və qırmızı işıq verirdi. Bir dəfə almışdım, yaşıl qırmızı işıq verirdi, amma tok keçirtmirdi, cərəyan keçirtmirdi. Mikro cərəyanlı masaj aparatıdır, hansı ki aparatur kosmetologiya aiddir və üzü cavanlaşdırır, gözəlləşdirir, ilk andan da qəşəngdir. Bununla heç bir iş əlaqam yoxdur, yəni öz xoşuma gəlir. Nəysə, birincini qaytardım, biraz keçdi, gördüm ki o cıvlar qəşəngdir, sifariş verdim. Deyir, çox keçməz sevindirərəm sizi. Fikirləşirdim, çox keçməz sevindirərəm sizi və şey eləyərəm. Sizin üçün video çəkərəm, amma alınmadı rəis. Göz əlimdən qoruyurdum, əlimdən düşdü, işıqlar yanında top keçirtmədi. Bugün apardım, qaytardım. Düzdür, məndə olan variantı bitmişdi, amma onu oxşarını bura qoyaram, çox da onu oxşarım. Bilin ki, yaşıl işıq top keçirdi, dadam qıdığı gəlirdi, cərəyan keçirdi. Yaşıl işıq lifting idi, qırmızı işıq kollagen ifraz elətdirirdi. Fikirləşdim, 137 manatdan 138 manatdan 60 necə manata düşmüşdü. Sonra 50 necə manata gördüm, desin 42-43 manata düşüb, birində sifariş verdim, orada 5 dənə işıq var. İnşallah ki o xarab gəlməz və geri qaytarmalı olmaram. İnşallah ki o da əlimdən düşüb sınmaz, yenə geri qaytarmalı olmaram. Gözəl test etdikdən sonra, xoşuma gəldikdən sonra gəlsin, çıxsın, sizə də video çəkərəm.